Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Önemli bir məsələyə müxtəsər şəkildə bir bəyanət, bir açıqlamaq gətirmək istəyirəm Allah Azze ve Celle'nin izniyle. Allah cümləmizi eşidib faydalananlardan eyləsin. Məsələ ondan ibarətdir ki, hər fürsətdə, hər imkanım olanda, fürsətim olanda öz qohum əqrabalarımdan və yaxud da sevdiyim və yaxud da təqdir etdiyim vəfat etmiş insanların qəbrini ziyarət eləyərəm və hər imkan daxilində də onların çevrəsində müsəlmanlara nəsihət eləyərəm ki, bərabər şəkildə biz axirəti xatırlayaq, ölümü xatırlayaq və bərabər şəkildə bir-birimizə Allahı xatırladaq və beləliklə yanlışlardan dönək və savab işlərə daha çox meyilli olaq. Ölümün nə qədər yaxın olduğunu yəni dərk eləyək. Bu dərsləri keçərkən bəzi adamların görürəm ki, belə bir ifadələri olur. Bilmirəm etiraz məqsədi iləmi, bilmirəm məsələni bilmədikləri üçünmü? Yəni müxtəlif bəzən adlar qoşarkən hay güya bu sünnülər və yaxud da bəziləri qərəzli yönlü, nə bilim bu vahabilər, nə bilim bunlar. Halbuki biz hər hansı bir ləqəbi, hər hansı bir taxma adı daşımırıq. Elhamdülillah. Müsəlmanıq, əhl-i sünnə vəl cəmaayıq, Muhammed sallallahu aleyhi və səlləmi və onun sahabilərini sevib və onların yolu ilə gedən, elhamdülillah, iman əhlindənik. Allah Taala'nın izni ilə. Belə soruşurlar ki, yəni bunlar bəs qəbir ziyarətini qadağan görürlərdi, bəs bunlar qəbir ziyarətinə gedənləri müşrik sayırlardı və yaxud da qəbir ziyarətini şirk hesab edirlərdi və s. və s. Görürəm ki, bəzi müəyyən təbəqələrdən, müəyyən məzhəblərə mənsub olanlardan belə bir etirazlar və yaxud da yazılar qarşımıza çıxır. Qısa olaraq, əziz qardaşlar, İslam dinində qəbir ziyarəti, bir qəbri gedib ziyarət etmək müstəhəb əməllərdəndir. Hətta bəzi alimlər bunun sünnə olduğunu deyirlər. Yəni bir müsəlman ara bir sevdikləri, qohum əqrabası və yaxud da müsəlmanların qəbir sandığını gedib ziyarət etməsi tövsiyə olunur. Məqsəd də qəbirləri ziyarət etməkdə onlara salam vermək, ölən insanlar üçün xeyir dua etmək, orada axirəti xatırlamaq, ölümü xatırlamaq, ölümün nə qədər yaxın olduğunu hiss eləmək ki, hətta insan günahlarından tövbə eləsin, dünyaya çox bağlanmasın və Allahı və onun dinini unutmasın. Bu məqsədlər səbəbi ilə gedib insan ziyarət etsin deyir elm əhli. Bunda elhamdülillah əhl-i sünnə vəl cəmaada heç bir ixtilaf yoxdur. İstəyən baxa bilər Fətəvəl Hindiyyə, hansı ki Hənəfi alimlərinin ən müətəbərlərinin fətvası orada cəm olunub. Həmçinin Şərhül Kəbirə baxar İmam Əddirdirin və yaxud da Maliki məzhəbinə və yaxud da Şafii məzhəbindən İmam-ın Nəvavinin Məcmu' kitabına baxar, Həmbəli məzhəbindən İbn-i Qudamənin Əl-Muğni kitabına baxar. Qısa olaraq əhl-i sünnənin bütün böyük alimlərinin ən məstər kitabların hamısında qəbri, ölümü xatırlamaq, axirəti xatırlamaq məqsədi ilə ziyarət etməyin müstəhəb olduqlarını dediklərini görərsən. Sahih Müslimdə hədis var. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Zurul qubur fə innəhə tüzəkkirikumul axirə. Qəbirləri ziyarət eləyin, o sizə axirəti xatırladır. İmam Əhməd ibn Həmbəlin və Nəsəinin hədis kitablarında rivayət etdiyi əsərdə gəlir, Peyğəmbər s.ə.v buyurur ki, o sizə ölümü xatırladır. Uzun sözün qısası, qəbirləri ibrət məqsədi ilə, ölümü xatırlamaq məqsədi ilə, orada yatanlara dua etmək məqsədi ilə onlar üçün ziyarət etmək icazəlidir. Amma onlara ibadət etmək, onlardan yardım istəmək, onlardan şəfa istəmək və yaxud da gedib Allaha sərf olunan, Allahın yalnız haqq elədiyi ibadətləri onlara sərf eləmək qadağan olunan bunlardır. İslam dinində bunun qadağan olmasında isə heç bir ixtilaf yoxdur.
ibadətə layiq olan, aləmlərin Rəbbi olan tək Allahdır. Əssəlamu aleykum və rəhmətullah.